metalın qabarit ölçüləri ən böyük və ən kiçik ölçülər. Yəni böyük ölçülərindən kiçik ölçülərinə qədər ümumilikdə ölçüsü qabarit ölçüləri adlanır. Burada birinciyə baxırıq, uzunluğu 160 mm-dir. Deməli, bunun uzunluğu izometrik proyeksiyanın uzunluğu 160 mm-dir. Diametri də bax bu dairənin çevrəsinin ölçüsüdür. Diametri də 90 mm-dir. Keçirik. Deşiyin diametri. Deşiyin diametri buradan baxanda 20 mm-dir. 20. Buradan baxanda 20. Buradan baxanda 30 mm-dir. Deməli, silindrik hissəsinin sol tərəfinin silindrik hissəsinə baxanda 30 mm-dir. Deşiyin öz diametri ancaq 20 metrə bərabərdir. 20 mm. Daha sonra uzunluğu da, yəni buradan bura kimi də uzunluğu, deşiyin uzunluğu da deməli 18 mm-dir. Kəsik konusун hündürlüyü, deməli, kəsik konusун hündürlüyü 20 mm-dir. Kəsik konusун hündürlüyü. Ancaq kəsik konusун hündürlüyü. Ancaq böyük oturacağın diametri, bunun diametri 48 mm-ə bərabərdir. İndi isə keçirik əsas məsələyə. Ən çox deməli çətinlik yaradan məqamda bax burasıdır. Deməli burada nədir? Deyir, növbəti silindrik hissənin diametri nə qədərdir? Bizdən soruşur. Diametrdən baxırıq. Silindrik, deməli silindrin uzunluğu 75 ilə 38-dir. 75 ilə 38 arasındakı fərq təyin olunur 37. Deməli silindrin uzunluğu 37 mm-ə bərabərdir. Neynədik? Fərq deyəndə çıxırıq. 75-dən 38-i çıxırıq. Bu da edir 37 mm. Deməli, fərqi tapdıq. 37 mm, silindrin uzunluğu 37 mm-ə bərabər oldu. Bu silindrin uzunluğudur. 37 mm. Daha sonra keçirik digərinə. Detalın altı bucaqlı prizma formasında, amma iki ölçüsü, deməli, söhbət bundan gedir. Altı bucaqlı prizma. Deməli, altı bucaqlı prizma formasında olan hissəsi iki ölçüsü sol görünüşdə verilmişdir. Həmin iki ölçünü sizə izah edirəm. Paralel üzlər arasında 65 mm, iki til arasında da 75 mm-dir. Bu hissənin uzunluğu da göstərilməyib, həmin hissənin uzunluğu. Deməli, üzlər göstərilib, bir də arasındakı məsafəsi göstərilib. Uzunluğunu tapırıq biz. Uzunluğu da tapmaq üçün qabarit ölçü dedik ki, ümumilikdə 160 mm-də. Biz ölçüləri tapmaq üçün 75-dən 45-i çıxırıq. 75-dən 45-in çıxanda nə qalır? 30-u. Deməli, uzunluq, arasındakı uzunluq, göstərilməyən uzunluq 30 mm-dir. Burada indi 30 yoxdur. Biz belə hesablayırıq. Ən böyük silindrin diametri də 90 mm-dir, uzunluğu da 45 mm.